olduqca vacib oyuna çıxmışdıq bu günləri. Belə deyək, kubok oyunlarının cavab oyunları həmişə xüsusi bir gərginlik, bir stres daşıyır oyun öz üzərində. İstər hazırlıq dönəmində, istər oyun zamanı. Çünki bu oyunlarda artıq səhvi sonra aradan qaldırmağa və düzəltməyə vaxt qalmır deyə üzərimizdə böyük gərginlik var idi. 4 gündə çox 2 vacib oyun keçirdik. Səfərdə Arazla və bu günləri Sumqayıtla cavab oyununda, kubokun cavab oyununda. Futbolçulara təşəkkür edirəm. Yaxşı əzmkarlıq, yüksək peşəkarlıq göstərdilər hər iki oyunda. Və bu şəkildə də yolumuza davam eləməliyik. Bundan sonra artıq istər kubok yarışında, istər çempionatda ən əsas mərhələyə giririk. Kubokda yarım finallar, çempionatda 3-cü devrə. Və düşünürəm ki, əvvəlkindən daha çox işləməliyik, daha çox çalışmalıyıq və daha da diqqətli olmalıyıq bundan sonraki dönəmdə. Sual var. Tamam. Nasıl təbii ki, Çox. Sumqayıtdan son müddətdə 3 zaman oynadınız. 2 bir futbol, bir də çempionat. O əvvəlki 2 oyunla bu oyun arasında xüsusi nə fərq var? Xüsusi bir fərq yox idi. Demək olar ki, hər 3 oyun eyni macərada keçdi. Bilirdik ki, Sumqayıt komandası xüsusilə hücum fazasında çox güclü bir rəqibdir və hər bir komandaya qarşı ciddi problemlər yaradır. Və sevindirən amillərdən biri odur ki, rəqibə Allahın köməyi ilə qol şansı vermədən təhlükəli hücumlar oldu, müəyyən dəqiqələr təzyiq göstərdilər bizə, amma rəqibə %100 qol epizodu vermədən bugün qələbə qazanmaq daha da önəmli idi. Ümumən götürsən hər 3 oyun, yenə dediyim kimi eyni keçdi. Yəni bugün biz məğlub da ola bilərdik. Əvvəlki oyunlarda da, çünki Sumqayıt komanda çox yaxşı komandadır və onlara gələcək oyunlarında uğurlar arzulayıram. Sual var. Çox. Sensasiya boş verməsə, yarım finalda Turanla üzə gələcəksiniz və bu komanda həm də real yanaşsa bugün 3-cülük uğrunda mübarizədə əsas rəqibinizdir və yarım finalda da məhz Turanla rəqib olmaq istədikdə bir çətinləşdirir işinizi, yoxsa əksinə yəni Avropa getmək baxımından daha yaxındır? Ümumən ilk oyunda Turan qələbə qazanıb və Turanın gücü hamıya bəllidir. Mən də sizin kimi Turanı daha yaxın görürəm yarım finalı. Təbii olaraq sadaladığım arqumentlər çox vacibdir, amma cavab oyunu var və o cavab oyunundan sonra biz hər hansısa bir fikir bildirə bilərik ki, rəqibimiz %100 Turandır, yoxsa Kəpəzdir. Və o yüzden də biz hal-hazırda bugün qələbə qazandıq. Artıq indi Kəpəzlə çempionat oyununa köklənəcəyik və kubok haqqında düşünməyə vaxtımız olacaq yetərincə. Çox sağ olun. Siz özünüzə qeyd edərsiniz ki, hal-hazırda çox çətin perioda girəcəksiniz. Liqanın kubok. Bu çətin periodu o rotasiyalar eləmək üçün tam istədiyiniz heyət əlinizdə var, yoxsa bu harcı sizin narahat edir? Şükür Allaha bugün bəlkə də çempionatda ilk oyunudur ki, biz tam heyətlə oyuna hazırlaşmışdıq və itkilərimiz yox idi, cəzalı zədələrimiz yox idi. Ən vacib olan bu olacaq və bundan sonra da zədədən qayıdan futbolçuların %100 formalarını bərpa eləməsi çox vacib olacaq. Amma ümumən yetərincə heyətimiz var ki, rotasiya elə və gördüyünüz çempionatda bu günləri müəyyən rotasiyalar elədik və düşünürəm ki, ehtiyac olduqca bizim komanda ona hazırdır. Bizdə rəqabət olacaq. Bundan sonra çox vacib bir perioda giririk. Sıx qrafik olacaq. Gəncənin oyundan sonra 5 gün sonra Qarabağla, 5 gün sonra səfərdə Karvan komandasında oynayacaq. O yüzden də mütləq şəkildə hamının oynamaq şansı olacaq və çox şeydə futbolçuların özlərindən asılıdır.